Əziz şagirdlər, bugün biz sizinlə çevrənin uzunluğu mövzusunu öyrənəcəyik. Hazırsınızsa, gəlin başlayaq. Dərsdə öyrənəcəyik. Çevrənin uzunluğu, tapşırıqlar. Çevrənin uzunluğu. Gəlin dünyanın ən sirli ədədi sayılan pi ədədi haqqında danışaq. Çevrənin uzunluğunun onun diametrinə nisbəti bütün çevrələr üçün sabit olub eyni bir ədədə bərabərdir. Bu ədəd Yunan hərfi olan pi ilə işarə olunur və çevrənin uzunluğunun diametrə nisbətinə bərabərdir. Yəni pi bərabərdir s bölünsün d. Pi ədədinin qiyməti vergüldən sonra sonsuz sayda rəqəmlə ifadə olunur. Lakin hesablamalarda pi ədədinin təqribi qiymətindən, yəni 3,14-ə bərabər qiymətindən istifadə olunur. Əgər siz müxtəlif diametrli çevrələr götürüb, onların uzunluğunu hər hansısa bir üsulla, məsələn, ip vasitəsilə ölçüb, bu uzunluğu çevrənin diametrinə bölsəniz, siz də təqribi olaraq 3,14-ü, yəni pi ədədini tapmış olarsınız. Çevrənin uzunluğunu tapmaq üçün isə bu pi ədədini çevrənin diametrinə vurmaq lazımdır. Yəni s bərabərdir pi vurulsun d. Çevrənin uzunluğu onun diametri ilə düz mütənasibdir. Məsələn, çevrənin diametri 2 dəfə artarsa, deməli onun uzunluğu da 2 dəfə artacaq. Və ya diametr 5 dəfə artarsa, onda bu çevrənin uzunluğu da 5 dəfə artar. Çevrənin diametri onun radiusunun 2 qatına bərabər olduğu üçün çevrənin uzunluğunu belə yazmaq olar. S bərabərdir 2 pi r. Burada da göründüyü kimi çevrənin uzunluğu onun radiusu ilə da düz mütənasibdir. Gəlin bir neçə nümunəyə baxaq. Hər çevrənin uzunluğu altında yazılıb, çevrənin radiusu və ya diametrini tapın. A bəndindəki şəkildən görürük ki, bu çevrənin uzunluğu s bərabərdir 7 pi millimetrdir və diametri isə naməlumdur. Onda biz çevrənin uzunluğunun s bərabərdir pi vurulsun d düsturundan istifadə etməklə bu çevrənin diametrini tapa bilərik. Gəlin s-nin yerinə 7 pi qoyaq, yazacağım 7 pi bərabərdir pi vurulsun d. Bərabərliyin hər iki tərəfini pi-yə bölərik, onda 7 bərabərdir d və ya d bərabərdir 7 millimetr taparıq. Yəni bu çevrənin diametri 7 millimetrə bərabərdir. Keçək B bəndinə. Burada isə çevrənin uzunluğunun 0,5 pi metr olduğunu verib, radius isə naməlumdur. Deməli, çevrənin uzunluğunun radiusu olan düsturundan istifadə etməliyik. S bərabərdir 2 pi r düsturundan istifadə edərik. Burada S-nin yerinə 0,5 pi yazarıq. Bərabərdir 2 pi vurulsun r. Bərabərliyin hər iki tərəfini pi-yə bölək. 0,5 bərabərdir 2 vurulsun r. İndi isə 2-yə bölsək, onda 0,25 bərabərdir r alarıq. Yəni r bərabərdir 0,25 metr. Deməli, uzunluğu 0,5 pi metr olan çevrənin radiusu 0,25 metrə bərabər olacaq. Pi ədədi ilə bağlı hesablamaları kalkulyatorda yerinə yetirmək olar. Bunun üçün kalkulyatordakı pi düyməsindən istifadə olunur. Məsələn, radiusu 4 cm olan çevrənin uzunluğunu kalkulyatorda belə tapmaq olar. Biz artıq öyrəndik ki, çevrənin uzunluğunun radiusunun olan ifadəsi s bərabərdir 2 pi r şəklindədir. Buna uyğun olaraq 2 vurulsun pi vurulsun 4 bərabərdir düymələrini basarıq. Bu zaman kalkulyatorun ekranında tam hissəsi 25, vergüldən sonraki hissəsi isə 1, 3, 2, 7 və s. şəklində olan bir ədəd görərik. Siz bu ədədi istənilən mərtəbə vahidinə qədər yuvarlaqlaşdırıb yaza bilərsiniz. Video fasilə verərək verilmiş tapşırığı həll edin. Gəlin tapşırığı birlikdə həll edək. Dənizkənarı Milli Parkda yerləşən Şeytan Çarxı atraksiyonunun radiusu 30 metrdir. Atraksiyonun ən hündür yeri yerdən neçə metr məsafədədir? Göründüyü kimi atraksiyonun yerə ən yaxın nöqtəsinin yerdən olan məsafəsi 2 metrə bərabərdir. Onda atraksiyonun ən hündür yerinin yerdən olan məsafəsini tapmaq üçün atraksiyon çevrəsinin diametri ilə yerə ən yaxın nöqtəsinin yerdən olan məsafəsini toplamalıyıq. Əgər bu atraksiyonun radiusu 30 metrdirsə, onda diametri 30 vurur 2, yəni 60 metr olacaq.
üstünə gələcəyik. Yerdə ən yaxın olan nöqtənin yerdən olan məsafəsi, yəni 2 metr. Bu da bərabərdir 62 metr. Yəni, attraksionun ən hündür yeri yerdən 62 metr məsafədədir. İndi isə digər suala cavab verək. Attraksionun bir kabinesinə minən tələbələr 2 tam dövrdən sonra düşdülər. Onlar nə qədər məsafə qət etdilər? Attraksionun tam bir dövrü onun çevrəsinin uzunluğu qədərdir. Deməli, biz əvvəlcə bu attraksionun çevrəsinin uzunluğunu tapmalıyıq. Onda S bərabərdir 2 vurulsun pi vurulsun r düsturundan istifadə edərik. Yazaram S bərabərdir 2 vurulsun pi vurulsun attraksionun radiusu, yəni 30. Bu da təqribi bərabərdir 2 vurulsun pi təqribi 3-ə bərabərdir vurulsun 30. Bərabər olacaq 180 metr. Yəni, attraksion bir tam dövr etdikdə 180 metr məsafə qət edir. Tələbələr isə 2 tam dövrdən sonra düşüblər. Deməli, onların qət etdiyi məsafəni tapmaq üçün 2 vurulsun 180 hesablamalıyıq. Bu da bərabərdir 360 metr olacaq. Yəni, tələbələr 360 metr məsafə qət etdikdən sonra attraksiyondan düşüblər. Video faizlə verərək verilmiş tapşırığı həll edin. Gəlin tapşırığı birlikdə həll edək. Akrobat diametri 50 cm olan unisiklın təkərini 10 dəfə dövr etdirdi. O, neçə metr məsafə qət etdi? Deməli, unisiklın təkəri bir tam dövr etdikdə onun çevrəsinin uzunluğu qədər məsafə qət etmiş olur. Deməli, biz S bərabərdir pi vurulsun D düsturundan istifadə edə bilərik. S bərabərdir pi vurulsun təkərin diametrinin 50 cm olduğunu şərtdə bizə vermişdi. Bu da təqribi bərabərdir 3 vurulsun 50. Yəni 150 cm. Biz bilirik ki 100 cm 1 metrə bərabərdir. Onda deməli 150 cm 1,5 metr olacaq. Deməli, belə deyə bilərik ki, unisiklın təkəri bir tam dövr etdikdə 1,5 metr məsafə qət edir. Onda 10 dövr etdikdə 1,5 vurulsun 10. Yəni 15 metr məsafə qət edəcək. Digər sualı cavablandıraq. Akrobat 7,5 metr məsafə qət etmək üçün təkəri neçə dəfə dövr etdirməlidir? Biz artıq tapdıq ki, akrobat təkəri bir tam dövr etdirdikdə 1,5 metr məsafə qət edir. Onda 7,5 metr məsafə qət etmək üçün 7,5 bölünsün 1,5 bərabərdir 5 tam dövr etdirməlidir. Əziz şagirdlər, bugün biz sizinlə çevrənin uzunluğunun tapılmasını öyrəndik və bir sıra tapşırıqlar həll etdik. Bir sonraki dərsdə görüşərik. Sağ olun.